Forex bazarında ticarət etmək üçün bizə hansı tətbiqlər lazımdır? Addım-addım trading öyrədirəm, gün 2. Trade etmək üçün qrafik analiz etmək, xəbərləri izləmək, bir şirkət vasitəsilə də depozit və çıxarış etmək lazımdır. Qrafiki TradingView vasitəsilə analiz edirik. Bu tətbiqdə istənilən qrafik açıb, istənilən alətlə qiymətin hara gedəcəyini texniki olaraq hesablaya bilirik. TradingView traderlərin ən çox istifadə etdiyi və qrafiki real zamanla izləmələrinə şərait yaradan platformadır. Xəbərləri izləmək üçünsə Forex Factory, Investing.com və DailyFX kimi platformalar istifadə edirik. Bu platformalar bizə həftənin hansı günü və saatında hansı xəbərin paylaşılacağı haqqında əvvəlcədən məlumat verir. Bəs depozit və çıxarışlar üçün hansı şirkətlərə ehtiyacımız var? Hazır fon şirkətləri üzərindən ticarət etmək istəyənlər üçün FundedNext, TopStep və bu kimi şirkətlər istifadə olunur. Fon şirkətləri sizə müəyyən ödəniş və tapşırıq qarşılığında yüksək büdcəli hesablar verir. Amma əlimdə pulum var, öz büdcəmlə ticarət edəcəm deyirsənsə, sənə Eknes və XM kimi platformaları məsləhət görürəm. Bu şirkətlərdə trader öz büdcəsini yaradır və şəxsi balansı ilə ticarət edir. Önümüzdəki günlərdə bu ikisi arasındakı fərqi də ətraflı şəkildə izah edəcəm. Bu seriyada sənə tradingi qumar kimi yox, sistemli və məntiqli şəkildə öyrədəcəm. Unutma, ən dəyərli investisiya biliyə edilən yatırımdır.